Süni intellekt gələcəkdə işimizi əlimizdən alacaqmı? Çox aktual bir məsələdir bu əslində. Mən düşünürəm ki, alacaq. Əgər ağıllı olmasaq, sözsüz ki. Çünki keçənlərdə Polşadaydım. Təsadüfən yaxınlaşdım bir dənə marketin vitrininə. Kofe almaq istirdim. Bir də gördüm ki, sağa baxdım, sola baxdım, adam görmədim. Gördüm bir robot var və robot hot-dog hazırlayırdı. Mən sona qədər bu prosesi izlədim. Robot hot-dogu hazırladı, qurtardı. Daha sonra səsli formada mən robota kofe sifariş etdim. Robot mənim kofemi hazırladı, ödənişimi aldı. Çox uzaqda deyil. Təxminən 20-30 il, 50 ildən sonra fiziki əl əməyi tələb eləyən peşələrin böyük bir əksəriyyəti sıradan çıxacaq. Necə ki, artıq bugünkü gün süni intellekt bir çox sahələrdə yavaş-yavaş öz sözünü deməyə çalışır. Belə ki, SMM-lə bağlı sosial media mütəxəssisləri var idi, qrafik dizaynerlər var idi və s. Bunların böyük bir əksəriyyətini hətta Azərbaycan bazarının özündə belə artıq ChatGPT demək olar yavaş-yavaş əlindən alır. Amma digər tərəfdən baxın, süni intellektdən istifadə eləyərək biz öz bilik və bacarıqlarımızı daha peşəkar səviyyəyə gətirib çıxarda bilərik. Yəni biz bunu itirmək əvəzinə, onun aləti olmaq əvəzinə onu özümüzə bir alət kimi seçsək, süni intellektdən daha yaxşı yararlanmaq olar və bununla bağlı çox maraqlı bir dənə xırda кейsi də deyim. Bir nəfər bir namizəd mənə işlə bağlı müraciət eləmişdi və adamın yazdığı motivasiya məktubu, adamın mini testdən keçmə formatı mənim o qədər xoşuma gəldi. Mən fikirləşmişdim ki, bu insanın ingilis dilisi hətta mənimkindən belə yaxşıdır. Günün birində mən bu adamla bir iş görüşünə gedəndə gördüm ki, adam ümumiyyətlə ağzına su alıb danışmır. Məlum oldu ki, bütün bunların hamısını ChatGPT vasitəsilə eləyibmiş. Ona görə də həmin adamla yollarımızı ayırmalı olduq. ChatGPT-ni götürdük işə.